5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işləri artıq bir-bir məhkəmə baxışına təqdim edilir. Bir xəbər media Qafqaz İnfo isnadən xəbər verir ki, ibtidai istintaqı bitənlərdən biri Məhərrəmov Fariz Ramizoğludur. Fariz Məhərrəmov rəsmi olaraq heç bir dövlət qurumunda çalışmayıb. İttihamda yazılıb ki, Fariz xaricdən qaçaq yollarla xüsusilə küllü miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirilir. Bu cinayətdə o dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub. Qeyd olunan əməlinə görə Cinayət Məcəlləsinin qaçaqmalçılıq xüsusilə küllü miqdarda və mütəşəkkil dəstə halında küllü miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, onu 10 ildən çox həbs cəzası gözləyir. Baş prokuror yanında korrupsiya qarşı mübarizə baş idarəsində toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, təqsirləndirilən şəxs həbsdə mühakimə ediləcək. Qeyd edək ki, bu epizodların və təqsirləndirilən şəxslərin sayına görə ötən il üstə açılan ən böyük cinayət işlərindən biridir. Faktla bağlı Bakı Övsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər də həbs ediliblər.